Her vaxtınız xeyir olsun bizim değerli YouTube izleyicilerimiz, Qarabağ azarkeşləri, Qarabağ sevərlər. Sizləri yenidən xoş gördük. Bu dəfəki məlumatımız dünya futbolundan olacaq. Daha doğrusu bir məlumat diqqətimi cəlb etdi. Dünya futbolunun əfsanəsi Pele və Neymar haqqında olan bir məlumat diqqətimi cəlb etdi. Daha doğrusu bu məlumat noyabr ayı üçün verilmiş bir informasiya idi. Dedim siz Qarabağ azarkeşləri, Qarabağ sevərlər ümumiyyətlə futbol ictimaiyyəti üçün maraqlı olma dolayından sizə fikirləşdim bu xəbəri çatdırım. Belə ki, Neymar ailəsi Pele'nin bütün brend mirasını 18 milyon dollara alıb. Belə başlıqlı məlumat yayıb xəbər saytlarından biri. Bu xəbərin əsas detalı bundan ibarətdir ki, belə ki, Neymar və atası futbol əfsanəsi Pele'nin tam brend mirasını 18 milyon dollar qarşılığında rəsmi olaraq alıblar. Razılaşmaya görə Pele'nin tam şəkil hüquqları, ad istifadəsi, həmçinin tarixi arxivlər bura daxildir. Bu məlumata görə bu ay bu informasiya geçdiyimiz ay noyabr ayına məxsus olduğu üçün noyabr ayının çərşənbə günü bu anlaşmanın rəsmi təqdimatı olub. Pele'nin tarixi, bu təqdimatda Pele'nin tarixi 1000-ci qolunun il dönümü həyata keçirilib. Bu addım Neymar ailəsinə futbol tarixinin ən dəyərli və simvolik brendlərindən biri üzərində tam nəzarət imkanı verir. Sizlərin nəzərinə çatdıraq ki, Pele dünya futbolu unudulmaz əfsanə. Karyerasında 757 rəsmi qola imza atıb, qeyri-rəsmi hesabata görə isə 1281 qolu var. İnanırıq ki, bu məlumat əfsanə futbolçu Pele haqqında və Neymar ailəsinin Pele'nin brend mirasına sahib çıxmağı haqqında bu cür məlumat sizlərin marağına səbəb oldu. Əgər videonu bəyəndinizsə kanala abunə olub videomuzu paylaşmağı, bəyəndim eləməyi unutmayın. Allah amanında növbəti ictimai videoları çəkib sizlərlə paylaşmaq ümidi ilə. Hələlik.